Xaricdə yaşayan həmyerlərimizdən tez-tez bu şikayəti eşidirik. Bir çeyrək mürəbbəsi olsaydı çay içərdim. Necə darıxmışam. Düşünmürəm ki, mürəbbə darıxmaq üçün bir səbəb ola. İl boyu bütün meyvələrdə satılır. Ürəyin çeyrək mürəbbəsi istədi. Gedib yarım kilo, 1 kilo gücün çatandan çeyrək alıb, başlarını kəsib üstünə şəkər tozu atıb bişirsən və salam. Bu qədər asan. Elə bilsiz mən atamın evində iş görmüşəm, ya kənddə böyümüşəm. İnanın ki, ancaq dərs oxuyub, işə gedib, təlimlərdə iştirak eləmişəm. Heç vaxtım olmayıb mətbəxə girim. Yəni kilometrlərlə bu qədər yolu gəlməmişik ki, bir mürəbbədən ötürü zırıldayaq. Yəni fokusumuz olsun ki, biz yeni ölkədə nələr öyrənə bilərik, nəyi inkişaf elətdirə bilərik. Məsələn, bu dəfə mən də evdə könlümdən armud mürəbbəsi keçdi. Roland da kömək elədi təmizləməyinə, təmizlədi. Mən də üstünə şəkər tozu töküb bişirdim. Bir hissəsini də buzluğa atdım, sonra bişirəcəm. Bir də sizə deyim ki, bişirəndən sonra üzərinə qozu qızardıb tökdüm. O qədər ləzzətli oldu ki. Yəni mən status paylaşmadım ki, Allahım bir dənə mürəbbə olsaydı yeyərdim. Hər işdə bir olmalıyıq. Ürəyimizdən bir şey keçdisə, onu özümüz eləməliyik. Sizcə mürəbbədən ötürü ağlamağa dəyərmi?